Salam, hər vaxtınız xeyir əziz və dəyərli tamaşaçılar. Hər birinizi sağlam sıhhat verilişində yenidən xoş gördük. Bugün biz uşaqlarda rast gəlinən uroloji xəstəliklər haqqında söhbət aparacağıq və suallarımızı uzman uşaq cərrahı Fuad Hüseynov cavablandıracaq. Sağlam səhətə baxırsınız və qonağımız uzman uşaq cərrahı Fuad Hüseynovdur. Xoş gəlibsiniz, doktor. Salam, xoş gününüz olsun. Və biz qonağımızla uşaqlarda ən sıx rast gəlinən uroloji problemlər, xəstəliklər haqqında söhbət aparacağıq. Doktor, öz təcrübənizə görə uşaqlarda ən sıx rast gəldiyiniz uroloji problemlər daha çox nə olur? Daha çox, belə deyim də, artıq uşaqda hər hansı bir potansiyel olacaq urolojik problem biz ana bətnindən artıq biz dediyimiz, yəni təqibdə saxlayan ginekoloq və daha sonra fetal ultrason həkimləri deyirik. Onlar təxminən 15-ci, 16-cı dəftərdən sonra görməyə başlayırlar və ailəyə məlumat verərək bizə göndərirlər ki, biz də onlarla bir öncədən danışaq, ailənin nə gözləyəcəyini, gələcəkdə uşaq hansı əməliyyat ehtimalı ola bilir, hansı problemlərlə qarşılaşa bilir deyə. Biz çoxsunu artıq uşaq doğulmadan öncə də bilirik. Bəzi problemlər var ki, onlar artıq ana bətnində artıq bir şiddətli dərəcəyə gəlib çıxır və uşaqlar doğulanda nə yazıq ki, artıq ciddi problemlərlə doğulur. Elələri var ki, doğuşdan sonra artıq planlı şəkildə də müdaxilə oluna bilir. Ən çox gördüyümüz problemlər statistik olaraq da, yəni dünya ədəbiyyatında da yazılanlar, yəni uşaqlarda, oğlan uşaqlarında gördüyümüz gipospadiyadır, yəni cinsiyyət üzvünün sidik kanalının tam inkişaf etməməsidir. Daha sonra qasıq problemləridir ki, urolojik uşaq cərrahisinə aid ola bilir, önməmiş xaya olsun və ya deyək ki, qasıq yırtığı olsun. Gidronefroz deyə yanımıza gələn ailələr diaqnozuna qoyub gidronefroz deyilir. Gidronefroz sonuçta bir diaqnoz deyil. Gidronefroz böyrəyin genişlənməsi deməkdir və gidronefrozda ola biləcək 7-8 urolojik problemlər var. Ki onlardan ən çox gördüyümüz böyrək ləyəndən sidik axarının çıxdığı yerdə olan darlıqdır. Refluksdur. Refluks nədir? Uşaq tualetə getdiyi zaman, yəni tualetini elədiyi zaman sidiyin bir hissəsinin yuxarı böyrəyə geri qaçmasıdır. Refluks odur. Bəzən olur ki, sidik axarının gəlib sidik hissəsinə girdiyi yerdə daralma olur. O da ki, həm böyrəyin özündə, həm sidik axarında genişlənməyə, genəlməyə səbəb ola bilir. Və daha az gördüyümüz, ancaq yenə də gidronefroz ola biləcək diaqnozlar var. Ana bətnində bu sırf oğlan uşaqlarında olur. Görüb və nə yazıq ki, bu uşaqların çoxsu doğulana yaxın artıq böyrək yetməzliyi ilə doğulurlar. Bu, arxa uretral klapan deyirik biz. Nə deməkdir? Sidik hissəsindən çıxan sidik axarının bəlli bir nöqtəsində yelkənə bənzər, yəni periponka və ya membran kimi bir anatomik şeylər var, qapaqçıqlar var ki, onlar da sidik axınının əngəlləyir və bundan dolayı sidik hissəsi artıq nevrojen sidik hissəsi deyirik biz, yəni sidik hissəsinin sinir əzələ kompleksinin pozulması başlayır, böyrəklərin hər ikisində ciddi şəkildə gidronefroz başlayır və uşaqlar doğulanda artıq böyrəkləri ciddi hasarla doğulurlar. Burada önəmli olan nədir? Vaxtında diaqnozu ana bətnində qoymaq, doğuşdan həmən sonra uşaq uroloquna yönləndirilməsidir və bunun müalicəsi əgər anatomik olaraq mümkündürsə, yəni uşağın yaşından və quruluşundan asılı olaraq ya elə həmən yerində endoskopik müalicədir, kamera ilə biz onu girib həmin o klapanları kəsirik. Əgər uşaq çox xırdadırsa, yəni erkən doğulmuşdursa və ya deyək ki, əlimizdən alətlərlə hələ ki endoskopiya imkan yoxdur, o zaman müvəqqəti olaraq sidik hissəsinin qarnının boşluğuna ön divarına ağızlaşdırıb sidiyin axımını kömək eləməkdir ki, böyrəklərdə olan zərər, böyrəklərdə olan gərginlik nisbətən bəlli bir yaşa qədər, bəlli bir zamana qədər ortadan qalxsın.